O belə demişdi: "Mən Tanrının cəzasıyam. Əgər böyük günahlar törətməsəydiniz, Tanrı sizi cəzalandırmaq üçün məni göndərməzdi." Heç bir döyüşdə məğlub olmayan, hamının baş əydiyi və tarixçilərin təxmini hesablamalarına görə 40 milyon insanı öldürən Çingiz xan niyə bu qədər qəddar idi? Bu sualın cavabı üçün onun uşaqlıq illərinə nəzər yetirməliyik. Çingiz xan təxminən 1162-ci ildə Şimali Monqolistanda dünyaya gəlib. Atası Monqol qəbilələrindən birinin başçısı Yesugey Bahadır və anası Ulun Hatun ona türk dilində dəmirçi mənasını verən Temuçin adını qoymuşdu. Bütün Monqol tayfalarını birləşdirib Böyük Monqol imperiyasını qurandan sonra yenidən Çingiz adını götürəcəkdi. Çingiz adı isə yenə də türkcə və Monqol dilindəki Tengiz, yəni dəniz adından götürülmüşdü. Rəvayətə görə Çingiz xan doğulanda ilk olaraq yumruq formasında sıxdığı əli görünmüşdü və ovcunun içərisində qan laxtaları var idi. Məhz bu hadisə ilə əlaqədar atası onun böyük döyüşçü olacağını düşünmüş və ona Temuçin adını vermişdi. Temuçinin 9 yaşı olanda atası onu gələcəkdə evləndirmək istədiyi Bortenin ailəsi ilə birlikdə yaşamağa apardı. Atası onu həmin ailəyə təhvil verib geri qaydanda rəqib Tatar qəbiləsinin üzvləri tərəfindən zəhərlənərək öldürüldü. Atasının ölümü ona dərindən təsir etmişdi və artıq heç nə əvvəlki kimi olmayacaqdı. Bu xəbəri eşidən Temuçin qəbiləyə başçılıq etmək üçün evinə qayıtdı. Amma qəbiləsi balaca uşağın liderliyini qəbul etmədi və onu anası və qardaşları ilə birlikdə qəbilədən uzaqlaşdırdı. Bu, Temuçin üçün həyatın ikinci ağır zərbəsi oldu. 13 yaşında isə ögey qardaşının meşədə ondan gizli ov edib və ətini onunla paylaşmadığı və gizli saxladığı üçün mübahisə edir və bunu ədalətsizlik kimi qəbul edərək ögey qardaşını öldürür və bundan qətiyyən peşman olmadığını bildirir. Bunların hamısı Temuçinin insanlara qarşı olan qəzəbini gündən-günə artırırdı. Artıq heç kimi bağışlamaq istəmirdi. 16 yaşında Temuçin Konkirat qəbiləsi ilə öz arasındakı ittifaqı gücləndirən Borte ilə evləndi. Qısa müddətdən sonra Borte rəqib Merkit qəbiləsi tərəfindən qaçırıldı və bir qadın kimi qəbilə başçısına verildi. Temuçin yaxın dostları ilə birlikdə Merkit qəbiləsinə hücum edərək onu xilas edə bildi və bir müddət sonra ilk oğlu Juçi dünyaya gəldi. Temuçin təxminən 20 yaşı olanda köhnə ailə müttəfiqləri Tayçatas tərəfindən təşkil olunmuş basqında ələ keçirildi və müvəqqəti bir müddətdə kölələşdirildi. Oradan əsirlərdən birinin köməyi ilə qaça bildi və bir döyüş komandası yaratmaq üçün qardaşları ilə birlikdə döyüş klanlarına qoşuldu. Daha sonra Temuçin 20 min nəfərdən çox döyüşçüdən ibarət ordu quraraq yavaş-yavaş iqtidara doğru yüksəlməyə başladı. Müxtəlif qəbilələr arasındakı ənənəvi bölünmələrə son qoymaq və Monqolları öz hakimiyyəti altında birləşdirmək üçün yola düşdü. Temuçin ona zərər vuran hər kəsdən amansız intiqam alacağına söz vermişdi. Qeyri-adi döyüş taktikaları və qəddarlıq dolu davranışları birləşdirən Tatar ordusunu məhv edərək atasının intiqamını aldı. Temuçin daha sonra onu əsir götürüb kölələşdirən qəbiləyə hücum edərək qəbilə başçılarını ələ keçirib qaynayan su qazanında diri-diri yandırdı. 1206-cı ildə bütün Şərqi Monqolistan qəbilələrini özünə tabe etmişdi. Monqol ordusunun ilk uğurları Çingiz xanın ağıllı hərbi taktikalarına və düşmənlərinin nədən ilham aldığına və motivasiyasını başa düşməyi ilə bağlı idi. Geniş bir casus şəbəkəsindən istifadə edirdi və düşmənlərindən yeni texnologiyalar mənimsəmək üçün sürətlə hərəkət edirdi. 80 min döyüşçüdən ibarət yaxşı təlimlər keçmiş Monqol ordusu irəliləyərkən kifayət qədər inkişaf etmiş və yeni metodlarla hər tərəfə tüstülər yayan məşəllər və siqnal sistemi ilə hərəkət edirdi. Böyük davullar vasitəsilə xüsusi əmr siqnalları ötürülürdü. Rəqib Monqol qəbilələrinə qarşı qazanılan zəfərlərdən sonra digər qəbilə liderləri sülhə razı oldu və Temuçinə dünya hökmdarı mənasını verən Çingiz xan adını verdilər. Monqolların əsas şamanı Çingiz xanı Monqolların ali tanrısı olan Mongekoko Tengrinin təmsilçisi elan etdi.
Bu, ilahi statusun elan olunması ilə onun taleyinin dünyanı idarə etmək olduğu qəbul edildi. Monqol imperatorluğunda dini tolerantlıq tətbiq edildi. Hər kəs istədiyi tanrıya ibadət edə bilərdi. Amma böyük xana meydan oxumaq tanrının iradəsinə meydan oxumaq demək idi. Bu cür dini həvəslə Çingiz xan düşmənlərinə mən tanrının cəzasıyam. Əgər böyük günahlar törətməsəydiniz, tanrı sizi cəzalandırmaq üçün məni göndərməzdi deyirdi. 13-cü əsrin əvvəllərində Orta Asiyada Çingiz xanın qurduğu Monqol dövləti kifayət qədər inkişaf etmiş, hərbi gücə çevrilmişdi. Həmin dövrdə Monqollar ilə şərqdə qonşu olan digər nəhəng dövlət Xarəzmşahların hökmdarı Aləddin Məhəmməd Monqol dövləti haqqında məlumat əldə etmək üçün Çingiz xana elçi göndərdi. Çingiz xan bu vəziyyətdən məmnun olmuşdu və iki dövlət arasında ticarətin inkişaf etdirilməsi üçün müqavilə imzalandı. Amma məsələ heç də göründüyü kimi deyildi və geri dönüşü olmayan böyük hadisələr bundan sonra başlayacaqdı. Çingiz xan müqavilənin imzalanmasından sonra 500 nəfərlik ticarət karvanını Xarəzmşahlara göndərdi. Xarəzmşahların Ortrar şəhərinə gələn karvan Ortrar hakimi İnalcıq tərəfindən saxlanıldı və hamısı həbs edildi. Karvanın mallarını ələ keçirən İnalcıq karvandakıları casusluqda ittiham edərək öldürdü. Tarixə Ortrar faciəsi kimi düşən bu hadisədən sonra Xarəzmşahlarla Monqolların arasında gərginlik artmağa başladı. Çingiz xan elçi göndərərək bu hadisəni törədənlərin cəzalandırılmasını, İnalcığın onlara təhvil verilməsini və karvana dəymiş zərərə görə təzminat ödənilməsini tələb etdi. Sultan Aləddin nəinki bu istəyi rədd etdi, həmçinin Çingiz xanın göndərdiyi elçini də öldürüb, başını kəsərək geri yolladı. Bu hadisədən sonra Çingiz xan bütün hazırlıqlarını tamamlayıb 200 minlik ordu ilə 1220-ci ildə Xarəzm səfərinə çıxdı. Ortrar faciəsi Monqol imperiyasının güc və zülmünün ən qəddar nümunələrindən biridir. Monqollar Ortrardakı bütün tarixi əsərləri və kitabxanaları məhv etdi. Minlərlə insanı qətlə yetirib şəhərin mədəni və iqtisadi həyatını darmadağın etdilər. Ortrar bir vaxtlar Mərkəzi Asiyanın mədəniyyət mərkəzi idi. Amma Monqolların hücumu ilə birlikdə tarixdən silinib yox oldu. Çingiz xanın başçılığı altındakı Monqol ordusu Ortrara gələrək yaşayan hər kəsi, hətta bütün canlıları öldürmüşdü. Şəhərdəki it və pişiklər belə tutulub öldürülürdü. Ortrar hakimi İnalcıq isə üstünə qaynayan gümüş tökülərək öldürüldü. Çingiz xan dost və düşmən anlayışlarında kəskin xətt ayırmışdı. Kim ona tabe olub onun yanına gəlirdisə xilas olurdu. Ona qarşı çıxan şəhərlər isə qocalı, uşaqlı, başdan ayağa məhv edilir və şəhər yoxa çıxarılırdı. Hökmdarlığı dövründə heç bir döyüşdə məğlub olmamışdı. Bunların nəticəsində Sakit okeanına, Xəzər dənizinə və Qara dənizin şimalına qədər uzanan böyük imperiya qurdu. Etdiyi yürüşlər nəticəsində bir çox şəhər məhv edilmiş və milyonlarla insan qətlə yetirilmişdi. Amma Çingiz qanunları ilə mətnə köçürülmüş sərt qaydaları ilə yalan danışmağı, oğurluq etməyi, zina etməyi, axan çayda əl yumağı və çayı kirlətməyi, çirkli paltarla gəzməyi və sairəni qadağan etmişdi. Bu qaydaları pozan hər kəs edama məhkum edilirdi. Sənətkarlar, həkimlər, müəyyən elmlə maraqlanan təhsilli şəxslər və hər dindən din adamlarına hansı millətdən olmağından asılı olmayaraq hörmət göstərilməli olduğunu da qanunlaşdırmışdı. Çingiz xan 1227-ci ildə Şimali Çindən qalib olduğu səfərdən qayıdarkən bilinməyən bir səbəbdən öldü. Məzarının harda olduğu isə hələ də bilinmir. Məşhur bir əfsanəyə görə özü ölməzdən əvvəl məzarının gizli saxlanılmasını vəsiyyət etmişdi. O öləndən sonra da yaxınları onu heç kimin bilmədiyi bir yerə dəfn etmiş, daha sonra dəfndə iştirak edən hər kəs məzarın yeri heç bir halda bilinməsin deyə özlərini öldürmüşdülər. Deyilənə görə Çingiz xan bir gün şamanla söhbət edərkən ondan ölümsüz olmağın yolunu soruşur. Şaman isə ona daha çox qadınla yatacağı halda ölümsüzlüyə çata biləcəyini demişdi. Çingiz xan həmin gündən sonra hər işğal etdiyi şəhərdə hərəmxanası üçün qadınları birinci özü seçirdi və mümkün qədər çox qadınla yatırdı.
Onun birlikdə olduğu qadınların və uşaqların sayı tam dəqiq bilinməsə də, təxmini 500 qadınla birlikdə olduğu deyilir. Bugün tarixçi və genetik alimlərin hesablamalarına görə Çingiz xanın soyundan gələn 16 milyon insan var və bu da hər 200 nəfərdən birinin onun nəvəsi olduğu deməkdir. Bütün bu hadisələr göstərir ki, tarix təkcə qəhrəmanlıqların deyil, həm də qırğınların yaddaşıdır. Çingiz xan özünü Tanrının cəzası kimi görürdü. Bəlkə də uşaqlıq travmaları, dövrün sərt qanunları və hakimiyyət ehtirası onu belə qəddar bir hökmdara çevirmişdi. Amma unutmamalıyıq ki, təkcə o deyil, insanlıq tarixində saysız hesabsız liderlər, sərkərdələr və hökmdarlar Tanrının adını dilə gətirərək törətdikləri cinayətlərə haqq qazandırıblar. Çingiz xan milyonlarla insanın ölümünə səbəb oldu, şəhərləri xəritədən sildi, mədəniyyətləri külə döndərdi. Amma bütün bunların üzərinə Tanrının iradəsi damğasını vuraraq özünü daha rahat hiss etdi. Bu insanlığın ən təhlükəli xislətlərindən biridir. Günahın məsuliyyətini Tanrıya yükləmək, qırğınları müqəddəs ad altında pərdələmək. Çingiz xan nə qədər güclü olsa da ölümün qarşısında o da aciz qaldı. İmperiya qurdu, amma nə məzarının yeri bilinir, nə də adı insanlıq adına xeyirxah xilasverici kimi yad edilir. Onun həyatı bizə acı bir həqiqəti xatırladır. Güc və qəddarlıq bəzən dünyanı titrədə bilər, amma əbədi olan nə qədər qan tökdüyün deyil, insanlığa hansı dəyəri miras qoyduğundur. Bəlkə də tarix boyu insanlara ən ağır dərs verən sözlər elə məhz bunlar oldu. Mən Tanrının cəzasıyam. Əgər günah etməsəydiniz, Tanrı sizi cəzalandırmaq üçün məni göndərməzdi.